Bu gün akademiyada bir çox suallara cavab axtarılır, bir çox tədqiqatlar aparılır, amma bir çoxumuz bundan xəbərdar olmuruq. Çox vaxt tarixlə əlaqəmiz məktəbdə bir ölkə vətəndaşı formalaşdırmaq üçün uyğun görülən zəruri tarixi məlumatları əhatə edən rəsmi tarixlə kifayətlənir. Bu kanalda isə bu çərçivədən kənarda qalan, dünəni və bugünü anlamağımıza kömək olacaq tarixi məsələlərə toxunacağıq. Mən Günel Ağa. 8 ildir tarix oxuyuram. Bunda yanlışlıqla elədiyimiz manifestlərin rolu ola bilər. Amma mövzumuz bu deyil. Bu qədər tədqiqatlarda, elmi kitablarda yazanı xalqa çatdırmaq üçün bir körpü qurulmalı olduğunu düşünürdüm. Və günümüzdə bu körpü ən yaxşı sosial media vasitəsilə qurula bilərdi və bunun az da olsa örnəklərini tapdım. Belə olanda Azərbaycandakı bu boşluğu doldurmaq üçün nəsə eləməyə qərar verdim və budur YouTube kanalı. Burada birlikdə tarix danışacağıq. Çünki yaşadığımız dövr bizə bilgiyə çatmaq məsələsində kifayət qədər imkan təqdim eləsə də, onları necə oxumalı və ya analiz eləməli olduğumuz məsələsində çətinlik çəkirik. Bu kanalda ən önəmlisi isə keçmişlə bugün arasındakı o görünməz bağları biraz daha görünür hala gətirməyə çalışacağam. Daha ümumi mənada isə bugünü keçmişin izindən anlamağa çalışacağıq. Və əlbəttə, mövzu çərçivəmizi sadəcə siyasi tarixlə sərhədləmirik. Bunları edərkən isnad etdiyim bilgilərin qaynaqlarını sizinlə paylaşacağam. Bu bizlərə həm qaynaqsız və yanlış bilginin çox artdığı bu dövrdə doğru bilginin ipinin ucundan tutmağa, həm də diqqətimizi çəkən hər hansı bir mövzu haqqında daha ətraflı oxumalar üçün kömək edə bilər. Sağ olun.